Salam, hər vaxtınız xeyir olsun. Hörmətli kanalımızın üzvləri. Mən İlahə Əhmədova. Bugünkü sizə video izahımda məşğələlərdən olan fiziki mədəniyyət məşğələsinin və onun təşkili metodikasından, fiziki mədəniyyət məşğələsində istifadə olunan iş formaları haqqında danışmaq istəyirəm. Ümumiyyətlə, bir məşğələni təşkil edən zaman, təbii ki, onun içərisində müəyyən nüanslar və mərhələlər vardır ki, onları etap-etap həyata keçiririk. İstifadə edəcəyimiz iş forması, iş üsulları, uşaqlarla məşğələnin mərhələləri, istifadə edəcəyimiz resurslar və s. və bu çox geniş anlayışdır. Ümumiyyətlə, istər sertifikasiyada olsun, istər MİQ imtahanda və diaqnostika imtahanda, ümumiyyətlə, imtahanın favori mövzularından biridir. Fiziki mədəniyyət məşğələsindən hədsiz dərəcədə çox sual düşür və hər ildə sual düşür. Ona görə də çalışacağım ki, hissə-hissə fiziki mədəniyyət məşğələsinə aid sizlər üçün qısa videolar paylaşım. Metodikalar ümumiyyətlə çox genişdir. Ona görə də onun hamısından birdən-birə video paylaşsaq, yəni yorucu olur dinləmək. Ona görə də hissə-hissə müəyyən hissələri haqqında sizlərlə videolar paylaşacağım. Bu videonun da sizlər üçün faydalı olacağını düşünürəm. Hər bir detalına daha yadda qalan və sadə sözlərlə sizlərə izah etməyə çalışacağım. Ümumiyyətlə, mən dərsləri istər ki, öz müəllimələrimə ödənişli keçən zaman, istərsə də belə ümumiyyətlə izahlarını paylaşan zaman konspektləri sevmirəm. Çünki konspekt dərsi mövzunun tam dərinliklərinə qədər nüfuz etməyə imkan vermir. Ümumiyyətlə, mən sizə də konspekt şəklində öyrənməyi də məsləhət görmürəm. Çünki konspektlərdə bəzən əsas məqamlar itir və biz mövzunu daha dərin öyrənə bilmirik. Ona görə də daha ətraflı öyrənməyə xüsusilə diqqət yetirin. İlk öncə fiziki mədəniyyət məşğələsi nədir? Fiziki mədəniyyət məşğələsində ümumiyyətlə biz bilirik ki, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinin standartlarını həyata keçirmək çox, xüsusən də 1.1 standartının həyata keçirilməsində fiziki mədəniyyət məşğələləri çox mühüm rol oynayır. Uşağın sağlam bədən quruluşuna malik olmasına, onun həyatında və lazım olacaq müxtəlif fiziki hərəkətləri daha asan, daha rahat və davamlı şəkildə həm bilik forması, həm də bacarıq formasında öyrənməsində fiziki mədəniyyət məşğələsinin çox-çox böyük rolu var. Ümumiyyətlə, fiziki mədəniyyət məşğələsindən biraz yorucu olduğuna görə müəllim bu məşğələni təşkil edən zaman diqqət etməlidir. Nə uşağı həddindən artıq yormamalıdır, nə də ki, məqsədindən geri qalmamalıdır. Müəyyən məqamlara diqqət eləməlidir. Ümumiyyətlə, biz bilirik ki, ümumiyyətlə, bütün metodikalarda götürülən iş formalarının hamısı kurikulum əsasən götürülür. Yəni, kurikulumda da fərdi, kollektiv, qrup cütlərlə iş formalarından istifadə olunur ki, bunu biz eyni ilə fiziki mədəniyyət məşğələsində də istifadə edirik. Sadəcə fiziki mədəniyyət məşğələsində bir dənə konvenyer iş forması var ki, bu bir qədər fiziki mədəniyyət məşğələsinə xas olan bir iş forması. Çünki burada hərəkətlilik olduğuna görə və təsəvvür edin ki, birdən-birə bütün uşaqlar hərəkətdə olanda biraz xaotiklik yaranmasın deyə orada ardıcıllığı təmin etmək, həm bütün uşaqların iştirak etməsini, həm də biraz ardıcıllıqla daha xaotik olmadan, qarşılıqlıq olmadan təşkil edilməsi üçün konvenyer iş formasından istifadə edilir. Ümumiyyətlə, fiziki mədəniyyət məşğələsində istifadə olunan 4 dənə iş forması var. Frontal, yəni bu kollektiv iş forması gedir. Bir ara bu imtahana sual düşmüşdü və çox mübahisəli sual idi ki, belə bir frontal adda iş forması yoxdur. Amma xeyr, bu mənbənin özü də RT-nin özünün, belə deyək də, verdiyi rəsmi mənbədir. Yəni, təsdiq olunmuş mənbədir və orada frontal iş forması, yəni kollektiv iş formasının adı qeyd edilib. Yəni, bu iş forması kollektivi biz frontal adından öyrənirik. Yəni, haradasa testdə qarşınıza frontal adı çıxsa, bilin ki, söhbət fiziki mədəniyyət məşğələsindən gedir. Qrup və fərdi, bir də konveyer iş formasıdır. Konveyer iş formasını qeyd etdiyim kimi, uşaqlar müəyyən ardıcıllıqla bir-birinin ardınca fiziki hərəkətləri yerinə yetirirlər ki, burada nümunədə göstərmişdir. Baxın, məsəl üçün, bu gedir, onun arxasınca bu, yəni belə bir-birinin ardınca uşaqlar fiziki hərəkətləri yerinə yetirirlər. Yəni, konveyer iş formasında ardıcıllıq, fəaliyyətin ardıcıllığı əsas götürülür. Bəs frontal iş forması nədir? Kollektiv iş forması. Burada frontal iş formasında, yəni bütün uşaqları tərbiyəçi müəllim məşğələyə cəlb edir. Burada bütün sözü bizim açar sözümüz olaraq, bizim belə deyək də, qapımızın açarı olaraq yadımızda qalmasıdır.
Və müəllimin uşaqlarla əlaqə qurması üçün ən yaxşı iş formalarından biri hesab olunur ki, bu zaman müəllim özü kənarda dayanır və bütün uşaqları diqqət mərkəzində saxlayır və müəllimin verdiyi təlimata bütün uşaqlar eyni vaxtda və birlikdə riayət etmiş olurlar. Yəni burada diqqət mərkəzində olan işlərdən biri uşaqların hamısına eyni hərəkətlərin verilməsi və hərəkətlərin verilmiş müddət ərzində hamı tərəfindən yerinə yetirilməsidir. Yəni hamı, məsələn, müəllim ortada dayanır, elə bir yerdə olmalıdır ki, müəllim uşaqları görsün, uşaqlar da müəllimi görsün. Məsələn, müəllim deyir ki, uşaqlar əllərinizi qaldırın. Yəni bütün uşaqlar hamısı müəllimə baxırlar, eyni vaxtda əllərini qaldırırlar. Eyni, yəni vaxt və bütün uşaqların bu fəaliyyətə cəlb olunması əsas götürülür. Ümumiyyətlə kollektiv iş formasından daha çox yeni hərəkətlərin öyrədilməsinə hazırlıq və yaxud da ki, əvvəlki hərəkətləri təkrarlamaq, yəni motivasiya qurmaq məqsədindən istifadə olunur. Yəni suallarda düzdür ki, hansı iş formasından da həm yeni hərəkət öyrədəndə, həm köhnə hərəkəti təkrarda istifadə olunur. Yəni bu frontal iş formasıdır ki, frontal iş formasının adətən əsas mərhələsində, məşğələnin əsas mərhələsində istifadə olunur ki, yəni uşaqlar müəllimlə bir yerdə, burada müəllim dörd göz olmalıdır, belə deyək, bütün uşaqlarda nəzarət etməyi bacarmalıdır. Və frontal iş formasının tətbiqi nəticəsində uşaqların hərəkət vərdişləri möhkəmləndirilir, müəllim uşaqlarla hərəkətləri davamlı yerinə yetirir, fiziki keyfiyyətin daha da artmasına şərait yaradır ki, və bununla yanaşı uşaqlarda fiziki hərəkətlərin kollektiv şəkildə yerinə yetirilməsi vərdişi də yaranır. Yəni bir yerdə, birlikdə bacarıqları formalaşır. Düzdür, burada ola bilər ki, uşaqların hamısı eyni cür yerinə yetirməyə bilər, eyni potensial göstərməyə bilər. Bunlar təbii ki, normal haldır. Nəzərə alasaq ki, qrupumuzda olan bütün uşaqların hamısı eyni deyil. Bir də fikir verməliyik ki, kollektiv iş forması çox səs-küy, qarşılıqlıq yaranmasın. Müəllim bəzən səsini, tonunu qaldıraraq ciddi təlimatlar verərək uşaqlara sırf ona fokuslanmağa, onun hərəkətlərini yerinə yetirməyə cəlb etməlidir. Sonra gəlir fərdi iş forması. Burada hər bir uşaq, hər bir deyil, görürsünüz, tək-tək, ayrı-ayrılıqda və tərbiyəçinin nəzarəti altında tapşırığı yerinə yetirir. Hər bir uşaq ayrı-ayrılıqda və tərbiyəçinin nəzarəti altında. Yəni biz uşağı buraxmırıq göz başına getməsə üçün hansısa bir hərəkəti yerinə yetir. Uşaq və müəllim tək dayanır, uşaq yerinə yetirir, müəllim ona baxır. Yəni müəllim uşağın fiziki hərəkətləri necə yerinə yetirir, onun keyfiyyətinə nəzarət edir ki, məsəl üçün düzmü yerinə yetirir, vaxtında mı yerinə yetirir, olduğu kimi yerinə mi yetirir, bunlara nəzarət edir və lazım gələrsə, məsəl üçün biraz yuxarı qaldır əlini, biraz aşağı indir, biraz sağa əyil, görsək uşaq məsəl üçün düzgün yerinə yetirmirsə göstərişlər verir. Digər bir cəhəti ondan ibarətdir ki, məsələn uşaqlar da yoldaşına baxırlar və ona münasibət bildirirlər ki, müsbət və mənfi cəhətlərini indi burada müəllim də nəzarət edir ki, yoldaşları da onlara çox mənfi həmin uşağa rəy bildirib, onu motivasiyadan salmasın. Sadəcə olaraq yardım göstərə bilərlər, yoldaşına dəstək ola bilərlər. Bu iş formasının uşaqların xüsusilə ehtiyat etdikləri irəli və hündürlüyə tullanma hərəkətlərinin yerinə yetirilməsi zamanı istifadə olunur ki, uşaq tək-tək tullanır ki, müəllim uşağa nəzarət etsin. Ümumiyyətlə, fərdi iş formasına, əgər müəllim düşünürsə ki, hansısa bir fiziki hərəkət çətindir və o çətin hərəkəti tək-tək uşaqlara elətdirsə, uşaqların həmin hərəkəti daha yaxşı yerinə yetirməsinə daha yaxşı nəzarət edə bilər. Sonra gəlir qruplarla iş forması. Bu iş forması da yenə tərbiyəçinin rəhbərliyi altında hər hansı bir hərəkətin təkrar cəlb edilməsinə yönəlib ki, uşaqlar bir neçə qrupa bölünürlər. Qrup üzvlərinin hər hansı yeni bir hərəkətin öyrədilməsi, məsələn, digər qrup üzvlərinə isə əvvəl öyrədilmiş hərəkətlərin təkrar olunması üçün şərait yaradır. Məsələn, müəllim 4 dənə qrupdursa, 4 dənə fəaliyyət seçməlidir. Ola bilər ki, biri yeni fəaliyyətdir, digər üçü köhnə fəaliyyətdirsə, məsələn, biri topu hədəfə atır, digər üzvlər skamya üzərində gəzir, digər isə halqaların içərisinə keçirsə, bu qruplar yerini dəyişir. Məsələn, topu hədəfə atan qrup keçir gimnastika skamyası eləyən hərəkətlər eləyən uşaqlara, o topla skamya ilə gəzən uşaqlar keçir topla oynayan uşaqların yerinə. Yəni belə dairəvi formada, məsələn,
Bu bir qrupdur, bu bir qrupdur, bu bir qrupdur. Düzdürmü? Məsələn, bu qrup keçir bu qrupun yerinə, bu qrup keçir bunun hərəkətinə eləyir. Sonra bu qrup keçir bunun yerinə, bu qrup gəlir bu qrupun hərəkətini eləyir. Sonra keçir bunun yerinə, bu da gəlir bunun hərəkətini eləyir. Yəni bu formada uşaqlar bir-birlərinin yerlərini dəyişərək hərəkətləri yerinə yetirmiş olurlar. Yəni eyni anda uşaqlar müxtəlif hərəkətləri yerinə yetirirlər, müxtəlif hərəkətlərə aid bacarıqlar qazanmış olurlar. Amma məsəl üçün hamısı yeni hərəkətlər olmamalıdır. Yəni əvvəlki hərəkətlər də olmalıdır ki, uşaqlar rahat yerinə yetirə bilsinlər. Bu zaman müəllim, tərbiyəçi müəllim qrupu nəzarətdə saxlamalıdır. Uşaqlar arasında bir-birinə keçid etməlidir ki, uşaqlar nəzarətdə olsunlar, uşaqlara rəhbərlik etməlidir. Bəzən aktiv uşaqlardan qrup lideri də təyin edə bilər ki, o da uşaqlara həmin hərəkətləri yerinə yetirməyə, təbii ki, müəllim də yenə həmin uşağa nəzarət etməlidir, nəzarət edə bilər. Bəzən ola bilər ki, iki yarım qrupa bölünə bilərlər. Biri, məsələn, zalın qeyd olunduğu kimi, o biri başında, biri bu biri başında. Məsəl üçün, müxtəlif fiziki hərəkətləri yerinə yetirə bilərlər. Bir-birlərinə, məsələn, topu atıb tuta bilərlər, halqalardan oyunlar oynaya bilərlər. İş formaları haqqında bu qədər. Ümumiyyətlə, müəllimlər, biz iş formalarını seçməkdə sərbəstlik. Bilirsiniz ki, bizim hüquqlarımızdan biri də iş üsulunda iş formalarını seçməkdə sərbəst olmağımızdır. Yəni, biz planımızda, gəzintimiz, məşğələmiz zamanı uşaqlarımıza hansı iş formalarını uyğun biliriksə, onları məsəl üçün seçə bilərik. Amma məsələn, qrup fəaliyyətinə diqqət etməli olduğumuz məqam odur ki, qrupun üzvlərinin hamısı eyni məqsədə xidmət edəsin. Buna fikir verin. Bəzən testlərdə də səhv götürürlər bunu. Məsələn, bir uşaq 4 dənə, bir stolun ətrafında 4 uşaq oturubsa, ona o dəqiqə qrup fəaliyyəti götürürlər. Amma belə deyil. O uşaqların qarşısında onun tapşırıqlara baxmalıyıq. Bəzən ola bilər ki, uşaqlar 4 nəfər bir partada, 4 nəfər bir partada otursa da, onlar hərəsi ayrı-ayrı fəaliyyətlə məşğul olsa, bu qrup işi olmur. Məsələn, qrup işində belə bir sxemi yadınızda saxlayın. Məsələn, bu bir dairədir. Bunun ətrafında 3 dənə, 4 dənə məsəl üçün uşaq oturubsa, bu uşaqların ortasında bir dənə məqsəd olmalıdır. Bunun 4-ü də bu məqsəd üzrə çalışmalıdır. Bax, bu zaman qrup işi olur. Amma hər uşağın qarşısında fərqli-fərqli məqsədlər, işlər varsa, bu artıq qrup işi yox, fərdi iş forması olur. Ola bilər 4 dənə uşaq hərəsi bir partada oturub, amma bu qrup işi anlamına gəlməz. Yəni, burada indi belə ümumiləşdirsək, kollektiv iş zamanı müəllimin bütün uşaqları cəlb etməsidir. Fərdi iş zamanı tək-tək öz nəzarəti altında bütün uşaqlara, xüsusilə çətin tapşırıqlar olarsa, tək-tək verməsidir. Qrup iş formasında uşaqları bölür. Uşaqların hamısı eyni hərəkətləri, məsəl üçün, bir-birinə yardım edərək yerinə yetirirlər, yerlərini dəyişərək. Konvener iş formasında isə ardıcıllıqla, məsələn, bir-birinin ardınca, bu elədirsə o onun ardınca, bu elədirsə o onun ardınca, yəni bu formada fiziki hərəkətləri yerinə yetirə bilərlər. Fiziki mədəniyyət məşğələsində istifadə olunan iş formaları haqqında məlumat verdim. Əslində, iş formalarının məqsədi eynidir. Sadəcə sizin məşğələnizə görə istifadə formanız dəyişir. Fizikidə fiziki hərəkətlər edirsiniz. Ətraf aləmdə, məsələn, başqa cür istifadə edirsiniz. Bədii təfəkkürdə başqa cür, amma eyni əhəmiyyət daşıyır iş formalarımız və yenə qeyd etdiyim kimi, siz özünüz uşaqlarınızın anlıq səviyyəsinə, işləmə qaydalarına, bir-biri ilə olan münasibətinə görə onlara uyğun olaraq iş formalarınızı təyin edə bilərsiniz. Əsas məqsəd odur ki, iş formaları nə çox xaotiklik yaratsın, elə seçin, nə də ki, uşaqlar arasında anlaşılmamazlıq yaratsın, nə də öyrənmə keyfiyyətini aşağı etsin. Belə müəllimlər, bu dərsimizin izahı bu qədər. Belə dərslərdən çalışacağam ki, yenə paylaşım, yararlanasınız. Bizim dərslərimizlə bağlı maraqlanmaq istəyənlər, ödənişli dərslərimizə qoşulmaq və yaxud da ki, digər ödənişsiz qruplarımızdan, Telegram və WhatsApp qruplarımızdan istifadə etmək istəyənlərsə, burada qeyd edəcəyim əlaqə nömrəsi ilə əlaqə saxlayaraq, istər ödənişli, istər ödənişsiz təlimlərimizdən, fəaliyyətlərimizdən yararlana bilər. Eyni zamanda metodik vəsaitimizi də əldə edə bilərsiniz ki, burada açdığım PDF-də bizim metodik vəsaitimizdəndir. Yəni, orada geniş, ətraflı şəkildə bütün mövzular verilir və həqiqətən də metodik vəsaitlərimizdən imtahanı hazırlaşan müəllimələrin 98%-i 45+ nəticələr göstəriblər. Çünki yəni bizim kitabımızın içərisində yoxdur. Dərslərimizi də biz belə geniş və ətraflı, hər tərəfli şəkildə öyrəndik.
Yenə dediyim kimi mənimlə əlaqə saxlamaq istəyənlər qeyd etdiyim nömrəyə WhatsApp yazaraq əlaqə saxlaya bilərlər. Özünüzə yaxşı baxın. İnşallah növbəti dərs izahlarında görüşmək diləyilə. Sağ olun, salamat qalın.